Salam. Videoları çəkirəm, ardıcıl gəlir. Yəni bu 18 ildə demək olar ki, baş verən gedişatlar o qədər qarışıqdır ki, mən özüm belə prosesləri çox çətinliklə tuta bilmişəm. Yəni məsəl üçün bundan öncə bir video çəkmişəm deyək, bir gündən sonra, 5 gündən sonra tam fərqli şeylər açılır zehnimdə. Yəni indi danışacağım mövzu, yəni bu videonun mövzusu sırf 2008-dən 2021-ci ilə qədər etibarnamə ilə bir müddət etibarnaməsiz, bir müddət etibarnamə ilə dövlətin mənə təyin elədiyi ikinci qrup mənimsəmələr deyək də, yəni mənim yerimə alınan pullar mənimsəmələrdən danışıram hal-hazırda. Sadəcə nəyə görə demək istəyirəm, niyə deyirəm ki, çox belə qarışıqdır, çünki yavaş-yavaş başa düşürəm ki, sırf bu mövzunun üstünü ört-bastır eləmək üçün qurulmuş şeylər olub. Araşdırmalar gedir, o mənim iradəmdən kənar gedən bir şeydir. Mən bu videoları çəkirəm, nəyisə göstərirəm, sənəddir, dövlətin təsdiq olunmuş sənədidir və s. Bəzi şeyləri əskikdə danışa bilərəm. İndi artıq danışmış olsam cəzamı çəkəcəm də yəqin ki. Nəyisə qabartmış olsam, onun yəqin ki cəzasını çəkəcəm. Amma yenə də baş bilərəm də, hər şey bilmək, ki, onlara lazım olan şeyləri, gedişatları, necə ki indi dediyim kimi, çox çətinliklə gəlib çatmışam bu şeyləri, başa düşmüşəm. İndən sonra da yenə də başa düşmək üçün nə lazımdır olsun da, niyə olmasın ki? Zaten istəyim oldu da mənim. İndi bir çox şeylər ki var, heç onları göstərməyimə ehtiyac yoxdur. O araşdırma zamanı hamısı araşdırılır. Amma bəzi şeylər var ki, bunu mən yaşamışam deyə o incəlikləri danışmaq istəyirəm. Yenə deyirəm, çox çətinliklə mən başa düşmüşəm ki, bu 13 il mənimsənilən pensiya kompensasiyalarla bağlı bütün bu şeylər olub. Bunu çox çətinliklə başa düşmüşəm. Çünki fikrim ora getməsin deyə çox fərqli problemlərlə mənim zehnimi qarışdırıblar. Bunu digər videolarda da danışmışam. Sadəcə digər videolarda fərqli mövzularda danışa-danışa hər şey tam danışmaq olmur. Amma indi bu videoda mən birbaşa bu 13 illik pensiya kompensasiya mənim adımdan olan mənimsəmələri danışmaq istəyirəm. Əsas mövzum bu olsun istəyirəm bu dəqiqə. Gedişatlar ki var, hansı ki qanun çərçivəsində onların harada olduğunu görə bilirəm. Amma dediyim kimi bunları mən danışmaq istəyirəm. Deməli, Əliyev Məmməd Rəsul, atam. Bütün nə deyirdin, dövlət sənin sənədlərinə baxmayacaq, bunlar uydurma şeylərdir, bunlar baxılmayacaq bu şeylərə, espri. İndiki gedişatlar. Bu videoda hər şeyi tam çatdırmağa çalışıram. İndi, mən bunları nəyə görə deyirəm? Mənə adlar qoymuşsa axı. Anlaksız, sən bunları başında uydurursan. Sonra, sən bunları özündə uydurursan, özün uydurursan bunları deyirsiniz. Ruhi xəstə, bunları hamısını dediyiniz şeyləri mən demirəm ki, siz onu sözlə demişsiniz, təsdiq edirəm onları. Mənsiz qeyd eləmişsiniz. 13 illik mənimsəmələri ört-bast eləmək üçün. Ruhi xəstə, problemli insan, təhlükəli və s. Narkoman. Mən yavaş-yavaş başa düşürəm ki, bütün bu şeylər nə üçün oldu? Burada həmişə fikirləşirdim ki,
Yəni daha çox belə fikirləşirdim ki, bütün bu yaratdığımız süni şeylər mənim üzərimdə. Çünki deyirsiniz axı bunları elə deyirsiniz. Dövlət sənin sənədləri və sənin şikayətinə baxmayacaq. Bunlar hamısı belə şeydir. Sonra səni tutduraram, səni içəri atdıraram, sənin başına oyun açaram, qardaşlarımdan 100 min alaram. Yəni bu sözlərin yanında deyilən sözlərdir də, yəni. Bu indi ətraf bilmir axı bunlar danışılanları. Yəni indi nə demək istəyirəm? Mən başa düşmüşəm ki, sizin bu qurduğunuz şeylər var ha. İçinə hamısı daxildir də, yəni ailə problemi və s. Yəni nə qədər ki problemlər yaratmışsa mən üçün. Mən başa düşürəm ki, bu yaratdığınız problemləri siz deyək ki, bax indi ara gedir də, iş gedir. Orada ola bilər siz fikirləşmişsiniz, yəni ola bilər 100% siz fikirləşirdiniz ki, bu yerə gəlib çıxacağıq. Onun üçün bunları hazırlamışsınız ki, yəni bunları. Amma mən başa düşmüşəm ki, bunlar sadəcə onun üçün deyil ki, yəni siz onsuz bunları göstərib məsuliyyətdən azad ola bilmirsiniz ki. Yəni belə görürəm mən. Çünki heç bir şey mənim onları şey elə bilmir ki, onsuz da lap belə sizin bu şeyləri hamısı şey. Amma mən bunu başa düşmüşəm ki, mən şikayət eləməyim deyə, mən bunları belə deyək də, gizli saxlayım deyə bu qorxuları məndə yaratmışsınız. Bütün o digər videolarda saymışam onsuz da, onları saymağa ehtiyac yoxdur. Yəni sizin bu qədər qorxularımın içində, ən axırıncı gəldiyi şeydə bütün obrisi olmadı. O ruhi xəstə, axırda gəldi, çıxdınız ailə, orada şeylik, bağlayaq mövzumda. O da öz yerindədir. Yəni, indi burada söhbət sadəcə olaraq mənim adımdan, mənim adımdan oğurladığınız pullardan getmir. Sadəcə o deyil ki, tək bu deyil axı. Üzərimə nə qədər damğalar qoymuşsunuz siz? Nə qədər problemli şeylər qoymuşsunuz? Yəni sadəcə ortada məsələ pul deyil ki. Bunları örtbas eləmək üçün nələr eləmişsiniz siz? Bunlar da çıxacaq da ortaya. Yəni bir məsələni örtbas eləmək üçün planlı şəkildə, sistemli şəkildə gedən işlər. Belə. Yəni mən burada bunları deyirəm, yəni mən xəstəliyi nəyə görə deyirəm? Xəstəlik məndə nevroloji bir problemdir, sinir problemidir. Yəni amma sizin mənim üzərimə qoyduğunuz şeylərə bax. O birisini qoymusunuz bir tərəfə bunu. Bununla örtbasdır eləməyə. Dövlətin sənədlərini aldada. Etibarnamədən istifadə edib, etibarnamə kağızdan, aldığım kağızdan istifadə edib. Həm etibarnamədən istifadə edib, həm 18 yaşımdan 2008-ci ildən 2021-ci ilə qədər pensiyaları, kompensasiyaları mənimsəmək, indi onun mən detallarına girərəm də. Ondan sonra məni konkret olaraq insanların içində, ətrafda, yəni həm hörmətdən salmaq, həm problemli göstərmək, yəni bu dəhşətli bir şeydir də, yəni bunu insan oturub dərindən fikirləşəndə başa düşə bilər ki, bu dəhşətli bir şeydir də, yəni mən bugün bu şeyləri gəlib başa düşüb bu yerdəyəmsə, sizin o qədər elədiyiniz oyunların içində mən şükür eləməliyəm də, yəni belə şey kimi. Amma yəni sadəcə ortada məsələ sadəcə pul, para deyil axı. Bir insanın, yəni bu cinayətdir də, yəni bir insanı maddi, mənəvi, psixoloji, məhv eləmək deməkdir də, yəni ki bu. Yəni mənə o qədər siz qorxu, o qədər şantajlar eləmişsiniz. Mən məsəl üçün hədə bir insanım da, robot deyiləm ki, düyməni basarsan bu belə olsun. Hisslər, fikirlər, nələr var insanın şeylər. Bir gün belə düşünürsən, bir gün elə düşünürsən. Bu qədər insana qorxu gələn bir şey varsa ortada. İnsan necə bunun vaxtında, yəni ki, mən vaxtında deməliydim. Onsuz da mən
mənim görmədiyim şəkildə, yəni mən yol gedirəm, siz arxa planda nələr eləmisiniz, bunları indi görürəm onsuz da mən. O vaxtı görmürdüm ki mən bunları. Mən nə bilirdim, siz 2016-da məndən etibarnamə alıb gedirsiniz, orada nə bilim, nə edirsiniz, pensiya, sonra mənsiz. Mən heç kim orada müayinə eləmir. Özdə mən demirəm, mən xəstəyəm zaten. Mənim nevroloji problemim, əsəb problemim var. Bu faktdır, bu uşaqlıqdan gəlir mənə. Nə də ki, mən özümü azındırmıram heç kimə. Hə, indi bu 2008, 2007, yəni ortada, deyərəm o 2007-dən, yəni ortada bir insanın, məsəl üçün, adından sadəcə etibarnamə ilə, indi onu dövlət araşdırır, eləyir, onsuz da bütün hamısı görünür orada. Heç mənim nəyəsə burada danışmağıma ehtiyac yoxdur onsuz da. Mənim bilmədiyim o qədər şeylər var ki, mən onsuz da o gücdə deyiləm ki, çıxardım. Mən sadəcə öz insanı olaraq fikirlərimi çatdırıram. Yəni burada mən bu videonu çəkməkdə, yəni nəyəsə şey eləmək, orada gedişat gedir, mən o deyil onsuz da. Yəni siz mənə sadəcə olaraq, yəni maddi olaraq mənə ziyan vurmamışsınız. Siz mənə həm də mənəvi, daha çox, yəni mənəvi ziyan vurmuşsunuz. Yəni bu örtbasdır eləmək üçün o həmən mövzunu. Yəni mənim şəxs, yəni ailə, yəni evlilik, ailə, özümə aid olan ev həyatımı belə siz məhv eləmişsiniz. Məhvə gətirib çıxartmışsınız. Və mən bəzi şeyləri danışıram. Yenə deyirəm, hər şey onsuz da biləcək şeydə deyiləm də mən. Yəni hər şey, bunu dünən bilirdim, bugün danışıram, yox. Bu yavaş-yavaş açılır. Çünki illərlə məni gizli-gizli şantaj eləmişsiniz hər şeylə. Sən ora getsən, sənə inanan olmaz. Sən dövlətə ərizə versən, sən şikayət eləsən, sənin şeyvə baxan olmaz. Yəni bu üzərimə qoyduğunuz damğaları mənim qabağıma qoyursunuz ki, yəni bax, bunlara görə olmayacaq. Yəni mən onu eləmiyim. Şantaj eləmişsiniz birbaşa. Hə, indi gələk şeyə, 2007-ci ildə oktyabrda gedirəm əskərliyə. Mən indi sənədləri göstərmişəm, təzədən göstərməyə ehtiyac görmürəm. Mən, onsuz da bunlar hamısı var sistemdə. Mən onsuz da nevroloji xəstəyim, əsəb xəstəsiyəm də, yəni sinir davamsızlığı da, yəni bu faktdır. Bu indi də onsuz da lazım olsa müayinə eləyirlər də, yəni. Məndə o var. Mən bir şəkildə gedirəm, komissiyasız mənə aparırsan əskərliyə. Bilirsən kimlərlə. Aparırsan, gedirəm əskərliyə, özü də istəmədi, güclə aparırsan, yəni bura. O həmən yerə. Aparırsan mənə əskərliyə. 18 yaşım var da, mən indi hələ şey olmuşam. Özü də ki, o əsəb streslə gəlmişəm bu şeyə. İndi mənim o əsəb stresim mənim iş qabiliyyətimizi öldürmür ki, mən 15 ildən çoxdur kompüter mühəndisiyəm. Mənim bütün hər şey görünür. Onları niyə gizlətməyə çalışdığınızı da mən başa düşürəm yavaş-yavaş. Nə üçün eləyirsiniz? Eləmişdiniz daha doğrusu. Mən bir şəkildə gedirəm əskərliyə. Mənim baş ağrılarım təzədən orada şiddətlənir, ağrı və s. Orada bir şey olur, düşürəm, gedirəm Qumbaqda. Gəlirsən Qumbaqda yanıma, o həmən bilirsən də kimdir, onun adını çəkmək istəyirəm. Gəlirsən yanıma, çəkirsən məni kənara, deyirsən ki, bax oradan yalandan deyirsən, yəni ki, o həmən insanlar haqqında. Səni nə bilim, neçə il verirlər, türməyə salarlar, dizbata salarlar, nə bilim, 3 il, 5 il, 10 il, nə bilim. Amma halbuki sən plan qurmuşsan ki, bu əskərliyə getsin, biz bu hospital falan, onsuz öz xəstəliyi də var, mənimsəmək üçün siz bunu eləmişsiniz pulları. Bu məlum məsələdir, onsuz da, İndi o Qumbaqda mənə o şeyləri gəlirsən, sonra bir şəkildə mən gedirəm hospitala. Özün arxa planda işlər görürsünüz. Arxa planda işlər. Amma məni, yəni, necə şeylərlə də gətirməyə çalışırsan ki, yəni, məsuliyyət səndə olmasın. Siz 18 yaş, uşaq, övladınızın 18 yaşdan 2021-ci ilə qədər həm
dövlətin ona verdiyi pulları mənimsəmisiniz, həm adından sui-istifadə eləmisiniz, etibarnamə ilə elə eləmisiniz. Plus da 2011-ci ildən 2024-cü ilə qədər mən sayını siz deyə bilmərsiniz, mən nə qədər pul qazanmışam və sizə xərcləmişəm. Mən o pullar ki qazanmışam bu illər ərzində. Mən onu oradan, mən o pensiya ilə, ya onlarla nə əlaqəsi var? Mən özüm iş qabiliyyətim olub işləmişəm. Amma sui-istifadə eləyən sizsiz. Və bunu örtbasdır eləmək üçün nələr eləmişsiniz də? Sonra deyirsən mənə, qospitalda. Sançasda gedirəm, oradan qospitala gedirəm. Çünki mən onsuz da mən orada olduğum bütün müddətdə baş ağrı dərmanı içmişəm. Onsuz da uşaqlıqdan bu günə kimi içirəm də o ağrı kəsiciləri. Mənə deyirsən ki, sən olmasaydın, mən olmasam, biz olmasaydıq, sən dizvata düşərdin, sən ora gedərdin, bura gedərdin. Tutaq ki, mən indi bir şəkildə getmişəm əskərliyə. Heç siz yoxsuz, qəbul ediblər, getmişəm. Onsuz da yararsız deyildim ki, mən əskərliyə gedəndə. Amma var idi də, yəni bu nevroloji problemlər var idi, əsəb problemləri var idi. Onu təsdiq edən 1000 dənə sənədim var. Elə əskərliyə qədər də var idi. İndi mən düşmüşəm Qumbaqda. Onsuz da dövlət orada araşdırır da, nə qədər olurdu, aparırlar, yoxlayırlar, sonra şey edirlər. Yəni görürlər ki, əsəb xəstəsidir, belə nəsə, yəni nəsə də indi. İndi necə olardı? Yenə də gedərdim qospitala, yenə də bunlar şey olardı, olmazdı məsəl üçün ikinci qrup, olardı üçüncü qrup, məsəl üçün, ya başqa cür olardı. Mən bunların dərdində olmuşam, siz olmuşsunuz da bunların dərdində. Mənə deyirsiniz ki, gərək elə o vaxtı sənin şey eləyərdik, gedərdin, nə bilim, dizbata gedərdin, səni qoy elə aparardılar dizbata, nə bilim, nəyə. Milyon dənə oyun oynamışsınız burada, məndə yaratmaq istədiyiniz təəssüratlara bax. Yəni, mən özümün şeylimdə orada günahkar hiss edeyim. Qospitaldayam, haradasa çıxmağıma 1 həftə 10 gün qalıb. Gəlirsən, mənə şey imzalatdırırsınız orada, imzalatdırırsan, tıp çıxdın, getdin Astaraya. Sosialdır, nə də ora. Mənə orada deyirsiniz ki, nəsə belə bir rəqəm dediniz də, 6500, nəsə belə bir şey, bilmirəm, olarım mən. Mənim onsuz da onlardan xəbərim olmayıb. Mənim bildiyim ancaq mənə ora get, bura get, bura get, ora get. Sonra da 2016-da ki, mən deyəndə ki, mən istəmirəm, ondan sonra etibarnamə. Qoy ardıcıl gəlim. Elə o qospitaldan çıxmağıma 10 gün qalmış, o pulu götürmək. Ondan mən bilmirəm ki, siz hansı yollarla, hansı şəkildə neynəmişsiniz. Onları mən araşdıracaq gücdə də deyiləm ki, onsuz da yəni çox çətin bir məsələdir o mənim üçün. Amma düşünürəm ki, harasa gedib onu öyrənmək olar. Özüm də yəni istəsəm öyrənə bilərəm. Bilərdim. Yəni sən hər gün oraya gəlirdin qospitala döyməyət falan, qolu çəkdirdin mənə, çıxdın getdin. Mən orada ağrıdan, baş ağrıdan, nə bilim, orada malca alıram. Sən fikirləşsin. Ondan sonra heç nədə pensiya kartı sol cibdə. Kreditlər, mreditlər. Özdə hamısını da özüm ödəyirəm. Özüm öz işlədiyim pulla, o şeylə götürürəm, öz işlədiyim pulla ödəyirəm. 2016 idi da, dedim ki, yox da, mən razı deyiləm buna. Ümumiyyətlə getmirəm. Yəni, hər dəfə mənə bir ildən bir göndərirdiniz axı Astaraya. Bu belə olmalıdır, belə. Bu işlərdə mənim də məsuliyyətim varsa, mən də öz cəzam nədirsə çəkməyə hazıram. Onsuz da yəni, məsuliyyətim varsa. 2016-cı il gəlir, 2016. Mən etiraz edirəm, deyirəm ki, mən işləyirəm də, mənim sağlamlığım yerindədir. Fakt işləyirəm, axı 2011, 2000 indiyə qədər. 2016-da götürürsünüz, mənim adıma etibarnamə götürürsünüz ki, orada torpaq alırıq, nə inirik, pay torpağı, bu şeyləri götürürsünüz. Necə oldu ki, mən ora ümumiyyətlə getməmiş, komissiyaya getməmiş, şeydə ora getməmiş, necə oldu ki, mən 5 il ikinci qrup oldum? Ona kimi 5 elə idi, amma şeydi,
bilmirəm nə edirsə orada. O, yəni fakt, yəni 2016-da etibarnamə ilə bu cür oldu. Mənim şeyimdə də yazılıb da orada. MyGov-da. Sonra nə bilim kartı orada saxlamaq, burada saxlamaq. İndi mən hardan bilirəm ki, o həmən dövrdə 2016-dan 2021-ə qədər mənim adımdan olan etibarnamə nələr eləməmisiniz? Mən onu hardan bilə bilərəm ki? Heç ümumiyyətlə getməmişəm ora mən. Hardadır mənim orada biri çıxıb çıxarda bilər mənim, yəni canlı olaraq mənim müayinə eləməyini. İndi mən 2011-ci ildən eyni işdə işləyirəm. Bütün bu illər ərzində 2024-ə qədər bütün mənim qazancım sənin əlində olub. Ora xərcləmək, bura xərcləmək, ora xərclə, bura xərclə. Nə qədər sayını bilə bilmərsiniz də, yəni siz o şeylərin. Amma mən onların hamısını sübut edə bilərəm. Nə qədər sizin kreditlərinizi mən öz qazancımla ödəmişəm. Elə bil ki, aramızda qəyyumluq zadı var, müqaviləsi var. Bu adam iş qabiliyyəti yoxdur, nə bilim nə, biz buna eləyirik. Yəni mən deyirəm ki, bəzi şeyləri yavaş-yavaş başa düşürəm. Mən də bu işlərin içində başa düşürəm ki, nəyə görə mənim iş qabiliyyətimi beləsinə bu şeylərə gətirib çıxartmaq, yəni işimi çöktürmək, biznesimi çöktürmək, onun necə çöktürməyiniz, hansı yollarla, onların mən səbəblərini yenə indi başa düşürəm. Mən başa düşmürdüm ki, bunları. Çünki başıma o qədər başqa şeylərlə qarışdırdınız. Mən həmişə fikirləşirdim ki, bunlar niyə bunu edirlər? Bir dənə o filan şey ola bilməz. Bu necə ola bilər də, yəni ki, bu qədər şey, insan üçün bu qədər, yəni mən necə bir şey olmuşam ki, yəni ki, mən üçün bu qədər problem yaransın. Yox, sən onu özün elə beynində qurursan, bunu elə beynində qurursan, ona elə şey edirsən. Deyə o qədər şübhəyə salmışsınız adam. Adam özü-özündən şübhələnir. Mən başa düşürəm ki, orada sizin həm də mənimsədiyinin pulların cavabını vermək. Necə oldu? 2021-ci ildən o şeyin müddəti bitdi. Ondan sonra nə? Özü mənə nə deyirdiniz siz? Bir dənə sən özün get şeylə, özün bir dənə müraciət elə, özün belə elə, ora video at, bura yəni müraciət elə falan. Bir tərəfdə mənim işimi şeyə salıb, sonra sanki mən yəni özüm bunu eləmiş kimi də göstərməyə çalışmışsınız. Sən almadığın pulların hamısını sənə dövlət qaytaracaq, neynəcək deyirdiniz mənə. Bunu get ora deyil, bunu orada, heç birini də eləmədim ha. Yəni bu son ildə, 1-2 ildə. Yəni 2021-dən düz bugünə kimi, axırıncı o mediasiya saxtakarlığına kimi siz mən üçün ancaq belə problemlər yaratmışsınız da. İndi 2024-də mən bankdan pul götürürəm. Birbaşa da, yəni heç kimin zaminsizliyi ilə, yəni ki, o qədər, elə o onu göstərir ki, mən nə qədər işlər, yəni iş görürəm də, biznes krediti verirlər mən. Heç kimin adına yox, birbaşa özüm. İndi mövzu nədir, bu bankı nəyə görə deyirəm? İndi bu 10.000 manatlıq bankdır, mənə aparırsınız mediasiyaya, nədir, reabilitasiyaya, şeylərlə, aldada. İndi o müddət ərzində etibarnamə var axı. Özünüz gedirsən banka, özün. Sanki bank məni tapa bilməz. Banka demək ki, biz mənim niyə gəlib banka demişsən ki, filan yerdədir, gəlsin, qol çəksin, budur, vəziyyət budur, görsün. Məhkəmədə tibbi, yəni məni yoxlayacaqlar axı, ondan narahat edin, istədiyin şeylər çıxmayacaq orada. Sən etibarnamədən istifadə edib, gedirsən, mənim bankımda iştirak edirsən, yəni bankımda kimi iştirak edirsən, işi planlı olaraq həm icraya gətirirsən, planlı olaraq həm icraya gətirirsən, həm də o sənədlərin hamısını məndən gizlədirsən, sonra mən o sənədləri əldə edirəm, görürəm ki, yazmışsan oradakı ruhi xəstə. Bunu təsdiq edən onun seçini yoxdur, prosto yəni yazırsan oradakı ruhi xəstə. Fikirləşsən ki, bu şeylərlə də yavaş-yavaş o şeyləri itirək. Bir tərəfdən mənim bütün həyatımda mənim o şeylərindən istifadə elə, dövlətin mənə ayırdığı pulları mənimsiyim, sonra bunları örtbas eləmək üçün
Bu qədər, yəni bir insanın həyatını, yəni bacarırsınız da bunu siz, malades. Elədiniz də yəni bu qədər şeyləri. İndi onu demək istəyirəm ki, orada yazırsınız ruhi xəstə. Heç bir əsassız. Gəlirəm bu neçə ay ərzində evdə ancaq mübahisə. Deyirəm, bəs mənim belə nəyə görə? Mən yəni oradayamsa, hardayamsa fərqi nədir ki, bank əgər sənə zəng vurubsa, bank özdə sənə necə zəng vura bilər? Heç birimizin nömrəsi yoxdur orada. Bank mənə zəng vurmalıdır. Gedəndə dedim ki, telefonum həmişə yanılı qalsın. O şeylərin də telefonum yanılı qalsın həmişə. Zəng gələndə yönəllərsiniz belə, bank məsələm var mənim. Mən o vəziyyətdə belə bankı fikirləşirdim ki, mənə məsuliyyətsiz görməsinlər. Götürürsünüz mənim telefonumu söndürürsünüz, bir şəkildə onu dağıdırsınız, sındırırsınız, format, yəni əlaqə tap özünüz gedib bilirsiniz orada bank. Özünüz gedirsiniz orada iştirak edirsiniz, güya ki bank sizi çağırdı oranın əminə. Ha bu şeydir, belədir, vəziyyət belədir. Yəni bu da saxtakarlığın bir növüdür də. Mənim bankımda məni gizlədirsiniz, dövlətin şeylərində məni gizlədirsiniz. Özünüz gedirsiniz orada iştirak edirsiniz, işi icraya aparırsınız. Plus orada özünüzdən söz yazırsınız, ruhi xəstə. Görə ki, bunlar indi bu mənimsəmələrin içində sizin özünüzə bəraət qazandırmağınıza kömək edir. Onsuz da bilirsiniz ki, əsəb xəstəsiyəm. Bu şeyləri görəndə lap əsəbləşərəm, başım lap xarab olar. Mən də bunları görürəm. Bunun kimi nə qədər bu bir il ərzində elə deyirəm, mən ondan əvvəl demirəm. Nələr eləmişsiniz? Mənə özümdən çıxartmaq üçün, əsəb göstərmək üçün və s. Ondan bir söz, bundan bir söz, bu mesaj, o mesaj. Mənim şeydir, rəsmi vəkilim deyildi, o yazıb, sonra o vəkil deyir ki, mən yazmamışım, o yazıb, bu deyil, bu yazıb. Deyirəm ki, biz mənim sənədlərim hanıdır? Yox, özü şeydir, birazdan vaxtı gəlib satacaq. Görə ki, sizin də onları icraya qədər gətirməklə şey. Mən neynədim? Mən getdim, düzdür, şey olmamışdı, icra da tam başlamamışdı, getdim mən orada dedim şey elədim. Məhkəmədə özüm iştirak elədim. Elə birinci şikayəti gəlir orada eləyərdim mən. Sizin o elədiklərinizə görə. Yəni 2008-ci ildən 2021-ə qədər dövlətin mənə ayırdığı pulları həm mənimsəyirsiniz. Sonra bunları örtbas eləmək üçün mən üçün yaratdığınız problemlər. Məndə daxildə elə bir dənə qorxular yaratmışsınız ki, yəni mən bu məsələləri araşdırmayayım, şey eləməyim. Elə bu 10 günün içində, 8-10 günün içində dövlət sənin şikayətinə baxmaz, nə bilim, nə deyə mən indi din portalında işlərin hansı statusda olduğunu görürəm və şikayətlərə necə baxılır, onu yəni rahat, aydın şəkildə başa düşürəm ki, görürəm də yəni. Nə qədər də siz bunu eləmək istəsəz. Həm 2008-dən 2021-ə qədər mənim pensiyalarım, kompensasiyaya ayrılan pulları yeyin, mənimsəyin. Hələ bir 2011-dən 2024-ə qədər məni, belə deyək də, bütün qazancımı talayın. Hələ üstünə problemli damğalar vurmaq üçün 1000 dənə oyunlardan çıxın. Anlaqsız, ruhi xəstə və s. Hələ bir də üstünə ailə problemləri yaradın. Və sonra da deyin ki, bunu üzə dəfələrlə demişsiniz, yəni çöldə bayırdadır. Biz onun uşaqlarını düşünürük, onun uşaqlarının gələcəyini düşünürük. Mənsur, məni tanımırsan, sən bizi tanımırsan, səni yox eləyərəm, səni içəri atdıraram. Getməlisən ya reabilitasiyaya, ya dəlixanaya, istəyirsənsə ki, ailən bərpa olsun, nə bilim, ora get, bura get, yəni öz xoşumla gedim, öz istəyirsən. Səni içəri bastıraram və s. Və bunları deyə hər dəfə edirsən. Mən bu dəqiqə istəsəm 100.000 qardaşlarımdan alaram. Yəni bu sözlərin yanında o söz nə deməkdir? O qorxu şeyləri yaşatmaq. Mənim ömrüm sizlə belə keçib, dostum. Sən ad qoyma yine problemlərə, nə bilim, nə qoyma. Bizim belə tanışlarımız var, elə tanışlarımız var. Olduğunu olsa bilirəm, söhbət ondan getmir. Mənimdə yaratdığınız qorxular. Bu şeylərin üstünə getmə. Bu şeylərin üstünə necə getmişəmsə, axıra kimi də gedərəm bu şeylərin üstünə. Başlamışam bu şey. Özdə hamısı da qanunla.
şikayətlərimi də eləmişəm. Heç mənim əlimdə olan ümumiyyətlə heç bir sübuta belə ehtiyac yoxdur. Nə bilim, sizin mənə dediyiniz filan vaxtı dediyiniz sözlər, bu sözlər, o sözlər. Məhkəmədə demirəm, amma məhkəmələrdə görüşərəm sizlə.